Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda kartoflu xəmirlə çox dadlı, yumşaq, fərqli içlikli pirajkilərin hazırlanmasını sizinlə paylaşıram. Buna pirajki, börək də demək olar. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə 3 ədəd orta boy kartofu doğrayıb qazana yığmışam, üstünə çıxanacan su əlavə edib, qaza yerləşdirib yumşalana qədər pişirirəm. Kartof artıq pişib, suyunu süzmüşəm. Kartof əzəndən kartofu yaxşı əzirəm. Kartofu əzəndən sonra 2 dolu xörək qaşığı qədər götürürəm, onu içliyə qatacam. Qalan kartofun üzərinə pişmiş kartofun suyundan 1 stəkan götürmüşəm. İlıq haldadır, onu əzilmiş kartofun üzərinə əlavə edirəm. Çay qaşığının 1/3 qədər də quru maya əlavə edib, əvvəlcə bunları biraz qarışdırıram. Yarım stəkan qatığı da qaba əlavə edirəm. Yarım çay qaşığı da sodanı qatığın üzərinə əlavə edəndən sonra bunları da biraz qarışdırıram. Un əlavə edirəm. 1 silmə çay qaşığı da duz əlavə edib, əvvəlcə qaşıqla biraz qarışdırıram. Qarışdırmaq çətin olandan sonra az un əlavə edib xəmir yoğururam. Arada lazım olanda yenə un əlavə edirəm. Ələ yapışan bir xəmir olmalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Sonda xəmirin üzərinə 2 yemək qaşığı bitki yağı əlavə edib, biraz da yoğurub xəmiri bir yerə yığıram. Belə gördüyünüz kimi ələ yapışan yumşaq bir xəmir alınır. Xəmirin üstünü örtüb bir 20 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırlayıram. İçliyi toyuq əti ilə hazırlayıram. Bunun üçün tavaya 1 ədəd orta boy xırda doğradığım soğanı əlavə edib yağda biraz qarışdırıram. Qarışdırandan sonra çəkilmiş toyuq ətini də soğanın üzərinə əlavə edib qarışdırıram. İstəyə görə toyuq ətini dana əti ilə də əvəz eləmək olar. Biraz qarışdırandan sonra duz, qara istiot, pul biber əlavə edirəm. Siz istədiyiniz ədvanı əlavə edə bilərsiniz. Ədvaları da əlavə edəndən sonra qarışdırıram. Əvvəlcə ət suyunu salır, sonra suyu çəkilib yağa düşənə qədər soğanla bir yerdə yaxşıca qovururam. Artıq demək olar ki, ət yağa düşüb, qazı söndürüb ocaqdan götürürəm, qoyuram, içlik qalır, soyuyur. İçlik soyuyandan sonra belə bir ərzaq qabına yığmışam. Üzərinə ayırmış olduğum kartofu əlavə edirəm. İçliyi bişirəndə duz vurmuşdum, kartofa duz vurmamışam, ona görə duz əlavə edib, əvvəlcə bunları biraz qarışdırandan sonra doğramış olduğum şüydü, 2 qanad da yaşıl soğanı əlavə edib qarışdırıram. Siz istədiyiniz göyərtini içliyə qata bilərsiniz. İçliyi də hazırlayandan sonra keçirəm xəmiri doğramağa. Xəmiri un səpliyim, masanın üstünə yerləşdirirəm. Üstünə də biraz un səpəndən sonra daha rahat doğramaq üçün xəmirə uzun sov şəkil verib 2 hissəyə bölürəm. Kəsdiyim hissələri də xəmir kəsəndən doğrayıram. Doğradığım xəmir parçalarından götürüb əlimdən yuvarlayıb kündələr hazırlayıram. Hamısını eyni qaydada hazırlayıram. Kündələrin hamısını eyni qaydada hazırlayandan sonra üstün salafanla örtürəm ki, kündələrin üstü qurumasın. İlk hazırladığım kündələrdən götürüb pirajkini hazırlayıram. Kündərin alt üstünü unlayandan sonra yayma yayıb açıram. Diametri 12 cm olan yayma yayıb açıram. Hazırladığım içlikdən bir dolu xörək qaşığı açdığım xəmirin ortasına yerləşdirirəm. Uç hissələrini videoda göstərdiyim kimi əlimlə sıxaraq, bir-birinə sıxaraq gətirib bir yerə yığıb sıxıb bərkidirəm. Tərs çevirib əlimlə kənarlarını yuvarlayıb dairəvi şəkil verirəm. Hamısını eyni qaydada yayıb açandan sonra ortasına içlik qoyub belə böreklər, pirajkilər hazırlayıram.
hazırladığım pirajkilərin üstündə örtürəm. Pirajkilərin hamısını da hazırlayandan sonra ilk hazırladığım pirajkilərdən başlayaraq bişirirəm. Tavaya bitki yağı töymüşəm. Bitki yağı biraz çox olsa onda pirajkilər çox yaxşı pişir. Yağ biraz qızandan sonra hazırladığım pirajkilərdən tutduğu qədər tavaya düzürəm. Pirajkini bişirərkən yağ çox qızmar olmamalıdır. Əgər yağ çox qızmar olarsa, onda xəmirin üzü qızarır, içi çiğ qalır. Ona görə də qazın orta xodunda bişirmək lazımdır. Onda həm yaxşı bişir, həm də yaxşı qızarır. Bir üzü qızarandan sonra çevirirəm. O biri üzü də yaxşı pişib, qızarır. Ara bir çevirərək pirajkilərin hər iki üzünü yaxşı bişirib qızardıram. Pişən börekləri yağdan çıxardıram. Yağın çəkməsi üçün salfetkanın üzərinə düzürəm. Hamısını eyni qaydada bişirirəm. Pirajki üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Pirajkilər artıq hazırdır. Çox gözəl pompuş pirajkilər alınıb. Yumuşaq pompuş pirajkilər alınıb. Pirajki, börek də demək olar. Doyumlu bir pirajkidir. İstənilən fərqli içliklərlə də hazırlamaq olar. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.